Salam uşaqlar. Bugün biz yenidən Şahin müəllimin kitabından, hansı ki Respublika Fənn müsabiqəsinə hazırlaşanlar üçün nəzərdə tutulmuş kitabından Sınaq 18-in izahına baxırıq. Deməli, keçək suallarımıza. Birinci sualda deyir ki, meşə yanğınları canlıların tənəffüsü. Fotosintez prosesi baş verməsini nəzərə almasaq, yuxarıdakı proseslər zamanı atmosferdə olan hansı qazın miqdarı kəskin azalar? Biz bilirik ki, meşə yanğınları zamanı karbon qazı artır. Canlıların tənəffüs zamanı yenə də karbon qazı artır. Yəni karbon qazı xaric olunur. Və bu zamanda hansı qazın miqdarı azalmış olar? Əgər hər ikisində karbon qazı çıxırsa, demək ki, oksigen qazının miqdarı azalmış olar və düzgün cavab A variantıdır. Gəldik ikinci suala. İkinci sualda 3 şagird şəkli təsvir olunub. Əziz, Elturan və Fərid. Və uşaqlar belə deyim də, variantlarda verilmiş maddələrdən biri haqqında danışırlar. Deyir, tərkibində 3 fərqli element atomu var. İlk öncə uşaqlar, gəlin biz bu maddələri yazaq, formullarını yazaq. Görək ki, hər danışdıqca da baxaq görək hansı ola bilər. A variantında kalsium hidroksiddir. Kalsium hidroksid, kalsium OH 2 dəfədir. B variantı əhəng daşıdır. Yəni kalsium karbonat. C variantı sirkə turşusudur. CH3, COOH. Bilirik ki, bu üzvü turşulardandır və zəif turşudur. D variantı xorək duzu, natri xlor. İndi baxaq. Tərkibində, Əziz deyir ki, tərkibində 3 fərqli element atomu var. Tərkibində 3 fərqli element atomu. Buradan elə baxanda görürəm ki, natri xlorda 2 dənə elementdir. Deməli, bunun üstündən xətt çəkdim. Elturan deyir ki, birləşmədə oksigen və hidrogen atomlarının say nisbətləri bərabərdir. Buradan da baxanda ikincidə görürəm ki, ümumiyyətlə hidrogen yoxdur, bunun da üstündən xətt çəkdim. Və say nisbətlərinə gələndə isə CH3, COH-da da olmadığını görürəm. Artıq Fəridə çatmamış düzgün cavabım ortaya çıxdı. Tərkibindəki elementlərin atom sayları 1-in 2, 2-nin 1-ə nisbətindədir. Fərid deyir bunu. Və açsam formulu görərəm ki, daha açıq şəkildə, yəni mötərizədən qutarsam, kalsium O2H2 bu şəkildə yazsam, görürəm ki, 1-in 2-yə, 2-nin 2-yə nisbətində verilmişdir. Və tərkibində 3 fərqli element var. Kalsium, oksigen, hidrogen və oksigen və hidrogen atomlarının say nisbəti, bəli, gördüyümüz kimi bərabərdir. Demək ki, düzgün cavabımız oldu A variantı. Üçüncü suala keçirik uşaqlar. Üçüncü sualda nə deyir? Üçüncü sualda deyir ki, saf X maddəsi qızdırıldıqda X, Y üstə gələk 2Z tənliyə alınır. Reaksiyaya görə fərqli Y və Z maddələri əmələ gəlir. Buna əsasən, uşaqlar, mən sizə öyrətmişəm ki, deməli, istər birləşmə reaksiyaları olsun, istər parçalanma reaksiyaları olsun, bunlar həm bəsit maddələrlə gedə bilər, həm mürəkkəb maddələrlə gedə bilər. İndi bu parçalanma reaksiyasıdır. Çünki başlanğıcda bir maddəmiz var. Və yadda saxlayın ki, o yalnız mürəkkəb ola bilər. Təsəvvürə gətirin ki, yazırsınız ki, kalsium parçalanır. Nəyə parçalanır? C və A elementinə belə bir şey var ki, uşaqlar. Ona görə də bunu gəlin bu şəkildə yazaq və sübut eləyək ki, həqiqətən də parçalanma reaksiyasında həm bəsit, həm mürəkkəb maddə əmələ gələ bilər. Məsələn, kalsium, bir dəqiqə uşaqlar, kalsium oksid üstə gələk CO2 və ya bir reaksiyada yazaq, H2O parçalanır, H2 üstə gələk O2-yə. Bax, görürsünüz, ikinci reaksiyamızda bəsit maddələr əmələ gəldi. Birinci reaksiyamızda mürəkkəb maddələr əmələ gəldi. Demək ki, başlanğıcda nə oldu? Hər iki reaksiyanın başlanğıcında yalnız mürəkkəb maddə olur. Ona görə də, indi gəlin variantlara baxaq. X birləşmədir. Bəli, X birləşmədir. X və Y-in fiziki xassələri fərqlidir. X və Y-in fiziki xassələr fərqlidir. Təbii ki, fərqli olacaq. Ayrı-ayrı maddələrdən söhbət gedir.
Deməli, X-in tərkibində ən azı 2 müxtəlif atom var. Bəli, X dedik ki, mürəkkəb maddədir. Mürəkkəb maddəyə də tərif verəndə nə demişik? Müxtəlif növ element atomlarından. Demək ki, ən azından 2 dənə olmalıdır ki, müxtəliflik olsun. Ona görə də düzgün cavab hər üçü, yəni 1, 2, 3 variant C-dir. Gəldik 4-cü sualımıza. Deməli, Xn müsbət ionunun elektron sayı, Xn müsbət ionunun elektron sayı və N-in qiyməti bilinirsə, X atomu üçün birinci nüvə yükü, neytron sayı kütlədədir, yəni bilinmiş olar. Verilənlərdən hansını tapa bilərik? İndi gəlin baxaq. Tutalım ki, uşaqlar, mən buraya yazmışam X3 müsbət. X3 müsbət. Bax, bu X3 müsbət mənə nəyi deyir? Nüvə yükünü. Nüvə yükünü deyirsə, bəli, deyirəm ki, bu X elementi 3 elektron verib. Yükü müsbətdir və 3-dür. Neytron sayı, mən nə bilim bu hansı elementdir? Və mən nə bilim bunun elektron sayı nədir? Bunu bilə bilmərəm. Kütlədədir. Mən nə bilim bunun ayrı nə qədərdir? Bunu da bilə bilmərəm. Demək ki, yalnız biri bilmək olar ki, baxanda ki, bunun nüvəsinin yükü nə qədərdir? O da elədir A variantı. Gəldik 4-cü sualımıza. 5-ci sualımıza. 5-ci sualımızda bizə bir saniye bunu açın bir qədər. Hidrogen və hidroksonium su və hidroksonium ionları verilib. H2O və belə deyək də H3O müsbət. Deməli, zərrəcikləri üçün neytron sayıları deyir, elektron sayı, proton sayı deyir variantlarda. Gəlin bir baxaq görək, burada neytron sayıları nə qədərdir? H2O-da aşağıda özdə görürsünüz ki, qeyd olunub. Oksigen 8, hidrogen 1. Oksigen 8, hidrogen 1. Onda bunun neytron sayı, neytron. Hidrogende bilirik ki, neytron yoxdur, onu 0 götürürük. 0-ı da 2 vuranda elə 0 eləyir. Oksigende 8 yazdıq su üçün. Bunun üçün neytron sayını yazanda elə buna da 8 yazırıq. Proton sayılarını yazsaq, 1-i vurdum 2-yə, üstə gələk 8, bərabər oldu 10-a. Buna görə yazsaq, proton sayı 1-i vurdum 3-ə, üstə gələk 8 bərabərdir 11-ə və elektron sayılarını yazsam, 1-i vurdum 2-yə, üstə gəldim 8, elədi 10. Buna görə elektron sayını yazsam, 1 vur 3, üstə gələk 8 çıx 1, bu da elədi, deməli 10 elektron. İndi baxın uşaqlar, nə deyir bizə? Neytron sayıları eynidir. Bəli, görürəm ki, hər ikisində də neytron sayı 8-dir. Hər ikisində neytron sayı 8-dir. H2O-nun ümumi elektron sayı H3O müsbətin ümumi elektron sayından çoxdur. Axı, mən görürəm ki, burada ikisi də eynidir. Demək ki, bu düzgün deyil. Üçüncüdə deyir ki, proton sayıları eynidir. Xeyr, suda 10-dur, hidroksoniumda 11-dir. Uşaqlar, baxın, bu iyon var, H3O müsbət. Bunun adı hidroksonium. Hidroksonium iyonudur və ya oksonium da deyirlər buna. Oksonium da deyirlər buna. Demək ki, burada düzgün cavab yalnız bir oldu. O da A variantındadır. Gəldi uşaqlar 6-cı suala. 6-cı sualda deyir ki, X2 müsbət iyonu Y3 müsbət iyonuna 4 elektron verdikdə bunların elektron sayıları bərabərləşir. Buna əsasən X atomunun sıra nömrəsi 16 olduğuna görə Y-in proton sayını müəyyən edir. Deməli, mən tapmışam ki, X-in, daha doğrusu mənə veriblər ki, X-in proton sayı 16-dır. Sıra nömrəsi də, yəni biz bilirik ki, bu 16 bizə həm protonu, həm sıra nömrəsində və həm də neytral atomda elektron sayını verir. Demək, mən görürəm ki, bunun proton sayı 16-dır və 2 dənə də elektron veribsə olub 14.
2 elektron veribsə, demək bunun elektronu olub 14. 14 elektron. Amma bu göl nə deyir? Deyir ki, Y ionuna 4 elektron verib. Yəni bundan bir 4'ü də çıxıram. Yerdə qalır 10 elektron. Demək ki, burada 10 elektron oldu. X atomunun sıra nömrəsi 16 olduğuna görə Y-in proton sayını müəyyən eləyin. İndi burada 10 elektron qaldı. Bu heç, bu öz yerində. Sonra nə istəyir məndən? Y-də də bu bərabərdir axı elektron sayları. Demək Y-in də elektronu 10 imiş. Y-də də elektron sayı 10 imiş. Amma ki, bunun elektronuna 10 yazım. Amma necə 10 olub? Necə 10 olub? Bu X-dən 4'ünü alandan sonra. Yaxşı, bu 4'ünü mən çıxsam, təmizini tapsam, qalır 6. 6, bu 3'ünü verdikdən sonra, baba 3 müsbət var da burada. Bu 3 müsbətdən sonra elə bu 6 olub. Yəni əslində burada çıxmalar çox deyə uşaqlar. Yəni bu 4 dənə verib, o 4'ü qəbul eləməsə belə olar. Sonrası da ki, bunun 3 dənə elektron verib, o 3'ü qəbul etməsə necə olar? Yəni bax bu xırdalıqlar var içəridə. Ona görə diqqət eləyək və 6 elektron 3'ünü verəndən sonra baş verəndir və eyni zamanda X-in 4'ünü özünə qaytarandan sonradır. Deməli 6 elektron varsa bunda özündə və 3 dənəsini də əgər verməzsəydi, yəni 3'ü də gəlsəydi üstünə, onda olacaq idi 9 elektron. Demək ki, Y-in proton sayı 9 imiş. Aydındır mı? Gəldik 7-ci suala. 7-ci sualda bizə belə bir deməli reaksiya göstərib, necə deyim, şəkilli və burada görünür ki, bir elementdə amma 2 dənə atom var. Bir maddədə 2 atom var, yəni eyni element atomlarıdır. Birində isə 4 dənədir, eyni element atomu və alınmış maddəmiz də 2 molekuldur, amma 3 dənə fərqli atomla söhbət, daha doğrusu 3 dənə fərqli 2 fərqli atomdur, 2 molekuldur və 3 dənə hərəsində 3 atom göstərilib. Qapalı qabda qaz halında olan X2 və Y2 molekullar arasında reaksiya baş verir. Uşaqlar, gəlin bir baxaq görək, bunu biz su kimi götürə bilərik də. Yəqin ki, baxın, H2 üstə gələk, O2 alınıb H2O. Bəli, bu elə su molekuludur. 2 və 2'ni də buraya yazsam, əslində bu bozların yerində bu olmalıydı. Qırmızının yerində bu olmalıydı. Yəni bu şəkildə reaksiya bu reaksiyadır. Deməli, molekullar arasında reaksiya baş verir. Bu reaksiya üçün hansı ifadələr doğru değildir? Deməli, molekul sayı azalır. Molekul sayı azalır. Bu doğrudur. 3'dən 2'yə düşüb. Atom sayı dəyişmir. Atom sayı deməli 4, 6, bəli, elə ki bax 2, vur 2, 4, 2 də bu 6, 2'ni 2'yə 4, bu 2'ni də bu 1'ə elədi 6. Deməli, atom sayı dəyişmir. Atom növü dəyişmir. Xeyr, görürük ki, elə hidrogen, oksigen atomlar deyil, hidrogen, oksigen atomları da əmələ gəldi digər maddənin tərkibində. Molekul növü dəyişmir. Axı molekul növü dəyişib. Əvvəl hidrogen və oksigen molekulları idi. Əmələ gələn su molekulları olub. Ona görə də bu doğru variant deyildi. 7-də E variantı səhvdir uşaqlar. Gəldik 8-ciyə. Deyir, emulsiya üçün hansı ifadələr doğrudur? Uşaqlar, emulsiya və suspensiya nədir? Emulsiya deməli maye bir-birində həll olmur. Suspensiya isə maye və bərk bir-birində həll olunur. Deməli, nə deyir? 2 müxtəlif mayenin qarışığıdır. Bəli, bir-birində həll olmayan 2 müxtəlif mayenin. Homogendir, xeyr, heterogendir. Məsələn, yağla su emulsiyadır. Baxanda görürəm ki, suyun içində yağ var. Bu heterogendir, homogen deyil.
Əmələ gətirən maddələr sabit nisbətdə birləşir. Əmələ gətirən maddələr əgər bu qarışıqdırsa, heç kim deyə bilməz ki, qarışıq sabit nisbətlərdə birləşir. Qarışığı istədiyimiz qədər götürürük. Həmişə mən sizə deyirəm ki, ən sadə nümunəsi qarışıq üçün şirin çaydır. Adam var 3 qaşıq şəkər tökür, adam var 5 qaşıq şəkərlə şirin olmur onun çayı, ona ləzzət eləmir. Demək ki, qarışıqlar istədiyimiz nisbətdə götürülə bilər. Odur ki, 3 də səhvdir və yalnız ifadələrdən hansı doğru olduğu bir, o da elədir B variantı. Düşünürəm ki, suallar aydın olur sizə, yəqin ki, çünki çalışdığım qədər çox geniş izahat vermək istəyirəm ki, tam şəkildə otursun yerinə. 9-cu sualda şəkil göstərilir və gördüyümüz qədərilə də maqnit şəkildir. Verilmiş elementlərdən hansının qum və kükürt tozunun qarışığına maqnit vasitəsilə ayıra bilərik? Hansı elementlər ola bilər? Mən sizə demişəm ki, sınavların birində və eyni zamanda dərslərimizdə də mən sizə demişəm ki, deməli, dəmir və dəmir ailəsi olan elementləri maqnitlə ayıra bilərik. Dəmir ailəsi 8-ci B qrupunda yerləşir və dəmir, kobalt, nikel elementlərindən ibarətdir. Baxın uşaqlar, bu dəmir ailəsidir. 8-ci qrupda yerləşir və bunun içərisində istənilən bir elementi maqnit vasitəsilə yəni çəkmək mümkündür. Təbii ki, baxanda da cavablardan A variantı olduğunu biz görə bilərik və digərlərində buna uyğun deyil. Gəldik, deməli 10-cu sualımıza və sonuncu sualımıza. Deməli 10-cu sualımızda nə deyir? 5 molekul C2H6, bu etandır uşaqlar, etanın formulu C2H6, doymuş karbohidrogenlərdən. Bunu inşallah ki 9-cu sinifin sonlarından artıq öyrənməyə başlayacaqsınız. 5 molekul C2H6. Baxanda görürəm ki, bunun 1 molunda 8 dənə atom var. Bəs deyir 5 molunda nə qədər olar? Əgər bunun 1 molunda 8 atom varsa uşaqlar, 5 molunda nə qədər olar? 5 molda da 40 eləyəcəkdir uşaqlar. Bu da elədir D variantı. 18-ci sınavımızın da izahı bu qədər.